İranda başlayan bir daxili böhran qəfildən bütün dünyanı təhdid edən qlobal bir gərginliyə çevrilir. Hər şey o qədər sürətlə baş verir ki, demək olar bütün dünya nəfəsini tutub ABŞ və İran arasındakı bu təhlükəli oyunu izləyir. Gəlin birlikdə anlamağa çalışaq, necə oldu ki, bu nöqtəyə gəldik və bundan sonra bizi nələr gözləyir? Baxın, hər şey məhz bu görüntülərlə alovlandı. Bu sadəcə bir neçə insanın küçəyə çıxması değildi. Yox, bu beynəlxalq böhrana yol açan bir qığılcım idi. İnsanlar iqtisadi çətinliklərə, hökumətin siyasətinə qarşı kütləvi şəkildə etiraz etməyə başladılar. Vəziyyətin ciddiliyini anlamaq üçün regiondakı bir rəsminin bu xəbərdarlığına qulaq asmaq kifayətdir. Yəni, söhbət təkcə iki ölkə arasındakı gərginlikdən getmir. Söhbət bütün yaxın şərqin taleyindən gedir. Bir səhv hərəkət domino effekti ilə bütün regionu alova bürüyə bilər. Bu cür xəbərdarlıqlara baxmayaraq tərəflər sanki birbaşa müharibəyə doğru gedir. İndi isə gəlin ABŞ-ın İrana doğru hansı hərbi gücü yönəltdiyinə daha yaxından baxaq. Bu sadəcə boş bir hədə-qorxu deyil. ABŞ artıq regiona nəhəng bir hərbi qüvvə toplayıb. Söhbət USS Abraham Lincoln kimi bir təyyarə daşıyan gəmidən, F-15Y qırıcılarından və ən müasir hava hücumundan müdafiə sistemlərindən gedir. Bu, gərginliyin sözdən əmələ keçdiyinin ən bariz göstəricisidir. Yaxşı, bəs necə oldu ki, vəziyyət bu həddə gəldi? İndi gəlin biraz geriyə qaydaq və bütün bu gərginliyin kökündə dayanan səbəbi, yəni İranın daxilində baş verən o ölümcül etirazları anlayaq. Hadisələrin nə qədər sürətlə böyüdüyünə bir baxın. Hər şey dekabrın sonunda Tehranda kiçik bir iqtisadi etirazla başladı. Amma cəmi 2 həftə içində, yanvarın əvvəlində etirazlar ölkənin bütün 31 əyalətini bürüdü. Yanvarın 13-ü isə artıq hökumətin görünməmiş bir vəhşiliklə bu etirazları yatırması barədə xəbərlər gəlməyə başladı. Bu sadəcə bir rəqəm deyil. Bu, hökumətin etirazları yatırması zamanı ölümü rəsmən təsdiqlənmiş insanların sayıdır. 5002 insan. Bu rəqəm, böhranın arxasındakı dəhşətli insan faciəsinin miqyasını göstərir. Və o quru rəqəmin arxasındakı real faciəni New York Times-dan götürülmüş bu sətirlər bütün çılpaqlığı ilə ortaya qoyur. İnsanların yaşadığı o dəhşəti, o kədəri təsəvvür etmək belə çətindir. Bəs rejim bu etirazlara necə cavab verdi? Çox sərt. Ölkə miqyasında interneti tamamilə kəsdilər, 18 mindən çox insanı həbs etdilər, hətta xaricdən döyüşçülər gətirdilər və etirazçıların əmlaklarını müsadirə etməyə başladılar. Məqsəd, hər nəyin bahasına olursa olsun, müxalifəti susturmaq idi. Beləliklə, daxildəki vəziyyət belədir. İndi isə gəlin fokusumuzu beynəlxalq reaksiyaya çevirək. Bir yanda getdikcə sərtləşən təhdidlər var, digər yanda isə pərdə arxasında gedən gərgin diplomatik cəhdlər. Beynəlxalq arenada isə mənzərə çox qarışıqdır. Bir tərəfdə ABŞ prezidenti kömək yoldadır kimi bəyanatlarla odun üstünə benzin tökür. Digər tərəfdə isə Suudiyə Ərəbistanı, Qətər kimi ABŞ-ın müttəfiq olan region ölkələri belə bir hərbi müdaxilənin fəlakət olacağı barədə xəbərdarlıq edir. Bu, diplomatiyanın necə bir dalana dürəndiyini göstərir. Və bu narahatlığı təkcə körfəz ölkələri yaşamır. Məsələn, Türkiyənin bu aydın mövqeyi bütün regiondakı ümumi qorxunu ifadə edir. Qonşu ölkələr çox yaxşı başa düşür ki, İranda baş verəcək bir xaos bütün regionu öz məngənəsinə ala bilər. Gərginlik təkcə hərbi sahədə deyil, həm də informasiya məkanında gedir. Baxın, bir tərəfdə Prezident Trump öz təhdidləri sayəsində yüzlərlə insanın həyatını xilas etdiyini iddia edir, digər tərəfdə isə İran bunu tamamilə rədd edir. Bu, həqiqətin münaqişənin ilk qurbanı olduğu klassik bir informasiya müharibəsidir. Yaxşı, bəs bütün bunların sonu nə olacaq? Gəlin indi bu təhlilin ən vacib hissəsinə keçək. Qarşıda bizi hansı senarilər gözləyir və bunların dünya iqtisadiyyatı üçün mənası nədir? Bütün bu senarilərin iqtisadi təsirini anlamaq üçün bir yeri çox yaxşı tanımalıyıq. Hörmüz boğazı. Təsəvvür edin, bu dar su yolu dünya enerji təchizatının can damarıdır. Hər gün dünyada istehlak edilən neftin 5də 1-i, yəni 20%-i məhz buradan keçir. Deməli, təhlilçilər 3 əsas ssenaridən danışırlar. Birinci, nisbətən yumşaq ssenari, məhdud hərbi zərbələr. Bu, neft qiymətlərini qısa müddətə qaldırar, amma sonra vəziyyət düzələr. İkinci, daha pis ssenari, uzun müddətli kölgə müharibəsi. Bu, neft qiymətlərini davamlı olaraq yüksək və qeyri-sabit saxlayacaq. Və nəhayət üçüncüsü, tam miqyaslı müharibə. Bu, sadəcə bir kabus ssenarisidir. Hörmüz boğazı bağlanar və dünya iqtisadiyyatı dərin bir tənəzzülə girər. Bu qrafik, ən pis ssenarinin nə demək olduğunu çox aydın göstərir. Tam miqyaslı bir müharibə, dünya bazarından gündəlik 20 milyon barel neftin yoxa çıxması deməkdir. Müqayisə üçün deyim ki, bu, dünya iqtisadiyyatının dözə bilməyəcəyi qədər böyük bir zərbədir. Və ən vacib məqam budur.
Hələ bir güllə belə atılmayıb, amma biz artıq bunun iqtisadi təsirlərini hiss edirik. Təkcə bu münaqişə riskinin olması belə neftin qiymətinə geosiyasi risk payı əlavə edir. Bu da o deməkdir ki, doldurduğumuz yanacağın, aldığımız ərzağın və ödədiyimiz kommunal xərclərin qiyməti artır. Və nəhayət son bölməyə gəldik. Bu böhranı xüsusilə təhlükəli edən amil ABŞ prezidentinin proqnozlaşdırılması çox çətin olan davranışlarıdır. Bu, vəziyyətə əlavə bir qeyri-müəyyənlik qatı əlavə edir. Keçmişə nəzər salsaq, aydın bir tendensiya görürük. Prezident Trumpın diplomatiyanın işlədiyi, hər şeyin sakitləşdiyi bir anda qəfil hərbi əməliyyatlara başlaması üçün bir neçə president var. Bu fakt, hazırda gördüyümüz sakitliyin aldadıcı ola biləcəyinə işarə edir. Bəzi təhlilçilər isə düşünür ki, bu proqnozlaşdırılmazlıq əslində düşünülmüş bir strategiyadır. Məqsəd, rəqibi daim təzyiq altında saxlamaq, onu psixoloji cəhətdən yormaq və bu yolla maksimum strateji fayda əldə etməkdir. Və bütün bu gərginlikdən sonra son günlərdə sanki bir yumşalma müşahidə edirik. Prezident Trump təhdid dolu ritorikasını bir qədər yumşaldıb və hərbi əməliyyat təhlükəsindən geri çəkilmiş kimi görünür. Amma əsas və ən həyəcanlı sual cavabsız qalır. Bu, həqiqətən böhranın sonudur. Yoxsa keçmişdə dəfələrlə gördüyümüz kimi, bu sadəcə yeni bir hərbi zərbədən əvvəlki diplomatik bir manevrdir. Bu sualın cavabı yaxın günlərdə bütün dünyanın taleyini müəyyən edə bilər.